Yaxşı, indi zərfin biz izahına baxmağa çalışaq. Zərf. Zərfin bugünə qədər adını çox eşitmişik, onu sifətə də bənzətmişik, saya da bənzətmişik. Amma axır ki, özünə gəlib çıxa bildik. Zərfin əsas xarakteri xüsusiyyəti feili izah etməsidir. Feilin qarşısında gəlməsi və onu izah etməsidir. Feil deyəndə dolayısıyla yolla nə nəzərdə tutulur? Hərəkət. Bəs hərəkətin nəyini bildirər zərf? Hərəkətin bildirə bilər nəyini? Tərzini. Hərəkət necə icra olunur? Tərzini bildirə bilər. 2. Bildirə bilər zamanını. Hərəkət nə zaman icra olunub? 3. Bildirə bilər yerini. Hərəkət harda icra olunub? Və 4. Hərəkət bildirə bilər miqdarını. Hərəkət hansı dərəcədə, nə qədər icra olunubdur deyə zərf onu bildirə bilər. Və bu baxımından zərflər 4 yerə bölünür. Tərzini bildirənlər tərzi hərəkət zərfləri adlanır. Tərzi hərəkət zərfləri adlanır. Zaman bildirənlər zaman zərfləri adlanır. Hərəkətin zamanını bildirən nə adlanacaq? Zaman zərfi adlanacaq. Yerini bildirən nə adlanacaq? Yer zərfi adlanacaq. Miqdar bildirən isə miqdar da olar, kəmiyyət də olar. Birini yazmışıq, o birini də yazaq. Miqdar və yaxud kəmiyyət zərfi adlana bilər. Deməli, uşaqlar, zərf feili dolayısı yolla hərəkəti izah eləyən əsas nitq hissəsidir. Hərəkətin tərzini bildirənlər tərz hərəkət zərfləri, zamanını bildirənlər zaman zərfləri, yerini bildirənlər yer zərfləri, miqdarını bildirənlər isə kəmiyyət və yaxud miqdar zərfləri adlana bilər. Bu baxımdan zərflər necə, nə cür, nə tərzdə, sonra zamanını, nə vaxt, haçan, nə zaman, sonra yer bildirənlər harada, haraya, hara, haradan suallarına. Miqdarını bildirən hansı suala cavab verəcək? Nə qədər? Bunu yazaq. Sonra nə qədər? Nə qədər? Sonra nə dərəcədə suallarına cavab verəcəkdir. Deməli, tərz hərəkət zərfləri necə, nə cür, nə tərzdə, nə vəziyyətdə, zaman zərfləri nə vaxt, haçan, nə zaman, yer bildirənlər harada, haraya, haradan, miqdar bildirənlər nə qədər, nə dərəcədə suallarına cavab verəcək. Deməli, zərflər həm təsriflənən, həm təsriflənməyən feillərə aid ola bilər uşaqlar. Məsəl üçün, deyirəm ki, dünən gəldik. Gəldik, bilirik ki, xəbər şəklində olan təsriflənən feildir. Və yaxud deyirəm, dünən gələndə. Bu da feil bağlama şəklində olan təsriflənməyən feildir. Yəni, həm təsriflənənə, həm təsriflənməyənə aid ola bilər. Eləcə də zərf digər nitq hissələrinə də aid ola bilər. Amma ən çox feil izah edir. Məsəl üçün, deyirəm ki, bugün toydur. Toydu xəbərdir, ismi xəbərdir. Bugün də onun zamanını bildirir, düzdürmü? Deyirəm ki, o həmişə sevinçlidir. O həmişə sevinclidir. Bax, sevinclidir. Sənin sifətindirmi? Həmişə də onun zamanını bildirir. Və yaxud, o tutalım, o dünən birinci idi. Yəni, birinci yerə çıxdı mənasında. O dünən birinci idi. Burada sayı izah elədimi? Zərf sayı izah elədimi? Bəli. Hətta zərf zərfi də izah eləyə bilər. Yaman ən çox bizim işlənən zərflərimizdən biridir. Yaman fərəhli idi. Yaman fərəhli idi. Burada yaman zərfi sifəti əvəz eləyibdir. Mən zərf dedim, bayaq çaşdı dilim. Yaxşı uşaqlar, zərfin yenə quruluş növlərinə baxası olsaq,
Quruluşda neçə növü var? Digərləri kimi 3 növü var. Sadə, düzəltmə, mürəkkəb. Sadə zərflər bir kökdən ibarət olur və tərkibində heç bir lek şəkilçi olmur. Yadımızda saxlayırıq ki, inişil və sırağa gün ən məşhur, bizi çaşdıran sadə zərflərdən biridir. Sadə. Bunlar sadədir. Hətta qoy bildiri də yazım. Bildir, inişil, sırağa gün. Bizim sadə zaman zərflərimizdir. Bunlar nədirlər? Kökə, yalnız kökə malikdirlər. Daha sonra düzəltmə zərflər kök və şəkilçidən ibarət olur. Var bizim ca2 variant şəkilçimiz. Var casına. Var la. Var ən. Aşı. Yəni. Yana yəni. Sonra var lıq. Var sonra da2 variant. Var dan2 variant. Var araq. Araq şəkilçini harada keçibsən? Feili bağlamadı. Amma orada vurğu axıra düşmürdü. Bir dənə qabağa düşürdü. İnə var. İnə 2 variant. Bir də var caq. Hamısına nümunə deməyə çalışaq. Ca2 variant yadımızda saxlayırıq ki, dil bildirəndə zərf olur. Dil bildirəndə nə olur? Zərf olur. Məsəl üçün, farsça, türkçə, farsça, türkçə, rusça. Özdə vurğu qəbul etmir. Vurğu həmişə qabaqda qalır. Bu formada da təhlil olunur. Casına, igidcəsinə, 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 qorxaqcasına, nə bilim, başqa nə deyərsən, qorxaqcasına, xaincəsinə tipli sözlərdə istifadə olunur və hərəkəti izah edir. La. Yadımızda saxlayırıq ki, ən çox mücərrəd mənalı isimlərə qoşularaq la2 variant zərf düzəldir. Məsəl üçün, ürəklə, sonra həyəcanla, sonra başqa sevinclə, fərəhlə və s. Hətta qəzəblə. Sonra ən. Deyirəm, qəsdən. Ən məşhur zərfimizdir. Bir də daxilən, xaricən. Aşı, ən məşhur yanaşı. Onlar yanaşı əyləşdirilər. Yana, zarafat yana. Zarafat yana, gülüşdülər. Dost yana. Sonra lıq. Deyirəm ki, həmişəlik. Həmişəlik. Məsələn, xarakterini düzəltdi və yaxud da diri, ömürlük. Daha 2 variant, sən bunu yerli halda da keçirsən. Onunla fərqləndirəsən ki, fəsil və zaman bildirən sözlərə artırılan da şəkilçisi zərf yaradır. Fəsillər hansıdır? Yayda, qışda, onda. Məsəl üçün, desək, onda mən uşaq olardım. Bu halda zaman məzmunu daşıyırsa, leksik şəkilçidir və zərf düzəldir. Dan, ucadan, bərkdən, ürəkdən. Ucadan danışdı, o ürəkdən güldü. Çaparaq, qaçaraq. Çaparaq həm feil bağlama olur, həm zərf ola bilir. Baxır, vurğu hardadır. Vurğu sondadırsa, araq zərf düzəldən leksik şəkilçidir. Vurğu əvvəldədirsə, o çaparaq gedirdi. Bu zaman feil bağlama düzəldir. Araq şəkilçini xatırla. Qaçaraq da olar. Çaparaq, qaçaraq. Deməli, sonra gəldi in. Yox, caq gəlir.
Sevincək. O sevincək danışırdı. Bir də inə. Eninə, 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 düzünə. Uzununa da olar. Uzununa ölçdü. Uzununa. Bunlar sənin nə zərflərin, düzəltmə zərflərin. Ondan sonra gəlirik mürəkkəb zərflərə. Mürəkkəb zərflərdən də yenə bitişik yazılanlar var. Və necə yazılanlar var? Ayrı yazılan var. Və defislə yazılan var. Hərəsinə bir-iki dənə nümunə deyək. Məsəl üçün, bab dişdiricisindən yazılan üzbəüz necə yazılır? Bitişik. Yox desəm, başqa nə deyək? Addım başı. Axşam tərəfi. Tərəfi. Ayrı yazılanlara baxaq. Hər gün. Hər an. Nə bilim, bu saat. Bir dəfə. Desən, mən bir dəfə dərsimi oxumamışdım. Mənim ilk dəfə. Bunlar ayrılmayan, ayrı yazılan. Ayrılmayan deyəndə nətər ayrılmayan? Yəni, həri bir cümlə üzvü, günü bir cümlə üzvü götürməyəsən də, ikisini birlikdə zaman zərfi götürəsən. Bir də defislə yazılanlar var. Eyni sözün təkrarı. Yavaş-yavaş. Tez-tez. Mənim olsun, ağıllı-ağıllı. İldən ilə. Defis. 1-ə 5. Saylardan yaranan bu mürəkkəb. 1-ə baş. Qəşəng. 1-ə 5. Saylardan yaranan mürəkkəb zərfdir. Antonim sözlərin köməyi ilə axır əvvəl. Yəni, axır əvvəl bura gəlib çıxasın. Və gec tez imtahandan yaxşı qiymət alacaq. Bu oldu sənin mürəkkəb zərflərin. Sonra baxırıq zərfin mənaca növlərinə. Bayaqlar bura gəlmişdik. Bax, bu miqdar bildirən, tərz bildirən, zaman bildirən, yer bildirən. Bu sualları silək. Suallarını bildik. İndi gəl yazaq görək özlərini və nümunələrini. Silin bir dəqiqə. Deyirəm ki, tərz hərəkətdən başlayaq. Hərəkətin tərzini necə icra olunduğunu bildirir. Suallarını da incə sildim. Suallarda nə idi? Necə, nə cür, nə tərzdə suallarına cavab verir. Məsəl üçün, o igidcəsinə vuruşur. Sual ver. O necə vuruşur? Necə vuruşur? Nə cür vuruşur? Nə cür vuruşur? İgidcəsinə vuruşur. Hərəkətin tərzini bildirdi. Və yaxud da deyirəm ki, o həyəcanla danışır. Mən həyəcanla danışıram, fərqi yoxdur. O həyəcanla danışır. Hansı suala cavab verir? O necə danışır? Həyəcanla danışır. O nə cür danışır? Həyəcanla danışır. Hərəkətin icra olunduğu tərzi bildirir. Və yaxud da deyirəm ki, o türkcə danışır və rusca danışır. Mən rusca danışıram. Mən rusca danışıram. Mən necə danışıram? Mən rusca danışıram. Bu da nəyi bildirəcək? Hərəkətin tərzini bildirəcək. Zərfin məna növlərini ayırmağın ən yaxşı yolu uşaqlar nə ayırmaqdır? Sual verməkdir. Düzgün sual versən, məna növü də çıxacaqdır. Deyirəm ki, ara bir yağış yağır. İndi sual ver. Yağış nə vaxt yağır? Nə vaxt? Ara bir. Düzdür? Ara bir yağış yağır. Nə vaxt yağır? Ara bir yağır. Deməli, nə vaxt sualına cavab verirsən, nə olacaq? Zaman zərfi olacaqdır. Və yaxud da deyirəm ki, bu məsələ çoxdan olub. Olub baş verib mənasında demişdi ki, ayrı götürülür. Olub nə vaxt olub? Çoxdan. Nə vaxt sualına çıxırsa, deməli zaman zərfidir. Və yaxud da deyirik ki, o tutalım, neynədir, nə vaxt olsun? O gündə bizə gəlir. Gündə.
bizə gəlir. Demirəm günün altında. Yəni hər gün mənasında. O gündə bizə gəlir. Hər gün mənasında nədir? Zaman zərfidir. Çünki nə zaman sualına cavab verir. Sonra gəldik nəyə? Tez-tez. Tez-tez bəzən zaman zərfi də bildirə bilər. Tərz hərəkət də bildirə bilər. Məsəl üçün yazaq burada. O tez-tez yeriyir. Sual ver. O necə yeriyir? Tez-tez yeriyir. Düzdür? Bir də deyirəm ki, o tez-tez bizə gəlir. O nə vaxt bizə gəlir? Tez-tez bizə gəlir. Burada olacaq tərzi hərəkət. Çünki hərəkətin tərzidir. Verdiyimiz sual necədir? O tez-tez bizə gəlir. O nə zaman bizə gəlir? Burada da verdiyin sual nə zamandır? Deməli, əsas məsələ nədir? Sualı düzgün verməkdir. Sonra yer zərfləri. Yer zərfləri. Tutalım, deyirəm ki, uşaqlar, yadımızda saxlayırıq. Məkanın adı yoxdursa, məkanın adı bilinmirsə, yer zərfi olur. Məkanın adı bilinirsə, isim olur. Məsəl üçün, mən yuxarıda gözləyirəm. Yuxarıda haradır bilirik. Bəlkə məktəbdir, bəlkə evdir, bəlkə nə bilim iclasdayıq, bəlkə bir dövlət əhəmiyyətli binadır. Bilmirsən də haradır. Və bəlkə stadiondur. Bilmirsən nəyin yuxarısıdır. Adı yoxdur. Ona görə bu yer zərfidir. Amma desəm mən kənddə gözləyirəm. Kəndin adı var, isimdir. Və yaxud da geriyə çəkil. Geriyə çəkil. Geri bilmirsən də yenə küçədəsən, evdəsən, otaqdasan, bilmirsən hardasan. Yerin adı yoxdur, zərfdir. Amma desəm ki, tutalım ki, otağa getdi. Koridora çıxdı. Nədir bunlar? Bunlar isimlərdir. Deyirəm yaxınlıqda, tutalım, tufan qopdu. Tufan qopmuşdu. Yaxınlıqda tufan qopmuşdu. Harda tufan qopdu? Yaxınlıqda. Desəm şəhərdə tufan qopdu, artıq isim olur. Deyirəm, o sağa sola boylanırdı. Sağa sola boylanırdı. Hara boylanırdı? Sağa sola. Yenə tapacağın, verəcəyin sualdan sən bilməlisən ki, zərfin hansı məna növüdür. Harda? Yaxınlıqda. Haraya? Geriyə. Harda? Yuxarıda. Hara boylandı? Sağa sola boylandı. Kəmiyyət zərfi də hərəkətin hansı nə qədər icra olunduğunu bildirir. Məsəl üçün, baxası olsaq, deyirəm ki, burada sayla ortaq olan sözlərimiz də var, uşaqlar. Deyirəm ki, o tutalım, az danışdı. Nə qədər danışdı? Nə qədər? Nə qədər danışdı? Az danışdı. Və yaxud da deyirik ki, o, ya mən aylarla gözlədim. Nə qədər gözlədin? Aylarla. Nə qədər gözlədin? Aylarla gözlədin. Daha sonra dəfələrlə. Dəfələrlə təkrar etmişəm. Nə qədər təkrar edibsən? Dəfələrlə təkrar etmişəm. Birində yazaq. Deyirəm ki, qazancı 1-ə 5 artdı. Nə qədər artdı? 1-ə 5 artdı. Yaxşı. Bunları deməli öyrənirsiniz. Gələn səfər zərfdən 1-2 məsələ qalıb. Onları da deyəcəm. Video çox uzun olmasın. Siz də sıxılmayın. Dəqiq olaraq videonu izləyirsiniz. Kitabdan da oxuyursunuz. Gələn səfər orada 1-2 dənə nüans. Səsim yarım çox düşdü. Deyirəm ki, gələn səfər 1-2 dənə də nüans var. Onları da nəzərinizə çatdıracağım. Hələ ki, zərfi məna növlərini, cavab verdiyi suallar və şəkilçilərini öyrənirsiniz. Kitabdan da oxuyursunuz mütləq şəkildə.